Deməli 40 nömrəli sualdır. 40 nömrəli sual bizə belə deyir. Ağ ışıq şüasının şüşə prizmadan keçdikdən sonra ayırdığı rəngli şüalardan 4'ü göstərilmişdir. Hansı şüada uyğun tezlik ən böyükdür? Yəni hansı şüa uyğun tezlik ən böyükdür? Biz burada baxırıq ki, aşağıya doğru getdikcə sındırma əmsalı deməli n və tezlik artır. Deməli burada deməli 1, 2, 3, 4'dür. Dördüncünün sındırma əmsalı və tezliyi daha böyükdür. Yuxarıya doğru getdikcə isə deməli aşağıya doğru getdikcə sındırma əmsalı və tezliyi artır. Dördüncünün deməli tezliyi daha böyükdür. Yuxarıya doğru getdikcə isə əksinə dalğa uzunluğu və sürəti artır. Deməli 1'in dalğa uzunluğu və sürəti böyükdür. 4'ün isə tezliyi və sındırma əmsalı böyükdür. Bizdən də tezliyi ən böyük olan istəyir. Deməli tezliyi ən böyük olan nüsü, tezliyi ən böyük olan deməli 4 olur. Bu da deməli D variantını vermiş olur.